2006-cı ildən fəaliyyətə başlayan Zirvə İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. Azərbaycan Ağır Atletika Federasiyasının şəksiz lideri olan Zirvə İdman Klubu qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur. 2013-cü ildə klubun ağırlıq qaldıranları beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlər bu qələbələrlə yanaşı 7 rekordu da təzələyərək adlarını tarixə yazdıra biliblər. Klubumuzun mərkəzi bazası Xırdalan şəhərində ərazisi 12 hektar olmaqla 50 min kvadrat metr qapalı sahəyə malik möhtəşəm AF Park yaşayış kompleksidir. Klubumuzun prezidenti sabiq ağır atlet 1996-cı il Atlanta Olimpiyadasının iştirakçısı Tofiq Heydərovdur. AF Park yaşayış kompleksində genişliyi ilə heyrətləndirən, rahatlığı ilə valeh edən 3, 5, 7 mərtəbəli evlərdə münasib qiymət və çoxillik faizsiz kreditlə müxtəlif otaqlı mənzillər, uşaq bağçası, lisey və ictimai obyektlərin orijinal memarlıq həllindən zövq alın, sağlam həyat tərzindən faydalanın. Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167. Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. İncə Saat verilişindən mən Zeynəb sizləri salamlayıram və nəzərinizə çatdıraq ki, bugün əlbəttə ki, bunu xatırlatmalıyıq. Çünki hər bir müsəlmanın, hər bir İslam yolunda olan insanın borcudur. Bildiyimiz kimi bu ərəfələrdə xanım Fatimə Zəhra Səlamullah Əleyhanın da şəhadətidir. Xanımlar xanımı, dünya və axirət xanımının şəhadət günüdür və bununla əlaqədar mən bütün müsəlmanlara, bizi izləyən, İncə Saatını izləyən bütün tamaşaçılarımıza başsağlığı veririk. Və İncə Saat verilişində istərdik ki, elə xanımlarımızı ekran qarşısına dəvət edək. Düzdür, bir çox bəylərimiz də bəlkə də bu peşə ilə, bu sahə ilə maraqlanırlar. Az olar, amma xanımların bu peşə ilə məşğuliyyəti daha çoxdur və əl işləri ilə bağlı deyərdim ki, xanımlar daha çox həvəskar olur, amma bugün biz hansı əl işindən danışacağıq? Əlbəttə ki, bunu İncə Saat verilişində dəyərli qonağımız sizə çatdıracaq. İstərdim ki, elə qonağımızı sizə təqdim edeyim. Qonağımız təkalduz ustası, tikməçi, rəssam Mehriban xanım Xəlilzadədir, həmçində Rəssamlar İttifaqının üzvüdür. Xoş gəlmişsiniz Mehriban xanım. Doğrusu, Mehriban xanım, təkalduz kəlməsini verilişdən də öncə biraz sizlə müzakirə elədik, amma mən tələffüzünü öncədən öyrəndim ki, veriliş zamanı daha düzgün tələffüz edim və bu səbəbdən istərdim ki, təkalduz haqqında danışaq. Ümumiyyətlə, təkalduz nədir? Hansı bir peşədir? Bunun daxilində, bunun daxili aləmində nələr var? Təkalduz bizim qədim tikmələrimizdən biridir. Azərbaycanın çoxlu qədim tikmələri var. Mən bildiyim 13 növ qədim tikməmiz var. Və bu tikmələrdən biri də təkalduzdur. Bəzən səhv olaraq adına tək əlduz kimi deyirlər. Tək əllə düzmək kimi. Yəni mənası dəyişirmi bunu dedikdə? Tək əllə düzmək kimi izah edirlər. Ancaq onu qeyd edelim ki, bu tikmə 2 əllə işlənən bir tikmədir. Heç zaman bunu bir əllə icra etmək olmaz. Bir əllə, məsələn, örtmə tikməni sadə iynə ilə bir əllə icra etmək mümkündür. Amma təkalduz tikmədə mütləq olaraq 2 əl iştirak edir. Bir əl sapı verir, digər əl sapı alır və dartır. İkinci əl isə onu çəkib parçanın düz üzünə çıxardır. Və beləliklə hər iki əlin iştirakı ilə tikilir. Ona görə tək əllə tikilməz. Tək al düz şəklində daha doğrudur. Və buradakı duz şəkilçisi bir çox tikmələrimizin adında qeyd olunur. Məsələn, qədim sözlərimiz kimi çuvalduz, palanduz sözlərini yəqin eşitmişsiniz. Bunlar təkəlduza daxildir hamısı. Yəni yox, mən izah edim indi. Bəli. Palanduz, palan tikmək mənasını verən bir sözdür. Çuvalduz, çuval tikmək mənası. Duz şəkilçidir və bu fars köklü sözlərimizdən biridir. Tikmək mənasını verir. Bəli. Bir çox tikmələrimizin adında işlənilib. Onu qeyd etmək istəyirdim. Həmçində təkalduz tikmədə də bu duz kəlməsi tikmək mənasını verən bir hissədir. Tək alduz, tək al əlvan və yaxud tək alıb tikmək mənasını verən bir sözdür. Tək al ilmə şəklində də Qazax bölgəsində işlənilib qədim zamanlarda və
Təkalduz tikmədən başqa güləbətin, doldurma, məxmərti və bir çox qədim tikmələrimiz var ki, hər birinin texnikası, sapı, materialı və naxışları da hətta müxtəlifdir. Bir-birindən yəni çox fərqlənirlər. Çox fərqlənir, bəli. Əlbəttə ki, bizim incə saat verilişində o sadaladığınız belə deyək də tikmələrdən bir çox xanımlarımızı dəvət etmişdik və bugün mənim üçün maraqlıdır ki, həqiqətən bizim incə saatın stolunun üzərində də göründüyü kimi bir çox boğçalar var. Belə boğça deyilir də, yəqin ki, siz məndən daha yaxşı bilərsiniz və burada xüsusi gördüyünüz kimi hazırlanmış tikmələr, yəni bunlar hamısı tikmədir, yəni bütün burada nə ki görürük, bunlar hamısı tikmələrdir. Maraqlıdır ki, Mehriban xanım, siz bu sənətə birinci gəl bundan başlayaq ki, necə gəldiniz, harada təhsil almışsınız? Yəni ümumi bir təhsil sahəsi varmı sırf bu peşə ilə bağlı? Xalq tətbiqi sənətimizdir, tikmələrimiz bildiyimiz kimi. Onu da qeyd edeyim ki, kişilərin bu sənətdə rolu olmuşdur və onlar müasir dövrə qədər daşınmasında böyük əhəmiyyəti olmuşdur onların əməyinin. Möhtərəm xanımın atası da bu işlə məşğul olmuşdur və ondan öyrənən möhtərəm xanım mənim anama öyrətmişdir sənəti. Anam isə öz növbəsində bir çox tələbələr yetişdirmişdir. Onlardan biri mənəm və bir çoxları hal-hazırda Şəki şəhərində fəaliyyət göstərirlər. Hətta onlardan nənə olanları da var. Yəni bu artıq çoxalmış bir şəkildə fəaliyyət göstərirlər. Xanımlarımız hal-hazırda tikmə sənətini davam etdirirlər, yaşadırlar və mən də bu sənəti anamdan öyrənmişəm. Bizim ailəmiz rəssam ailəsi olub, atam da rəssam olub, anam da rəssam olub. Rəssamlığı ilk əvvəl meyl etdim. Sonra isə anam tikmələri yaşatmağa və onları davam etdirməyə, inkişaf etdirməyə çalışdıqca biz də ona yardım etdik. Qeyd edeyim ki, əvvəllər tikmələr yalnız hər hansı bir məmulatın üzərində icra olunurdu. Məsələn, naz balın cüzü, mütəkkə üzləri, pərdə üzlərində işlənilirdi. Və anamın bu sənətdə elədiyi yeniliklərdən biri o oldu ki, tablo şəklində tikmələr hazırladı və bu həqiqətən həm Şərqdə, həm Avropada çox böyük tərifə, təsdiqə məruz qaldı. Və təxmin neçənci illərdən belə deyək də ananız bunu artıq üzə çıxartdı? 82-ci ildən başlayaraq fəaliyyət göstərib, tələbələr yetişdirməyə başlayıb, artıq 89-cu, 90-cı illərdə sərgilərə, UNESCO-ya qədər, UNESCO-nun Pakistanda keçirilən sərgilərinə qədər özü ilə daşıyırdı bu işləri və nümayiş etdirirdi və hətta Amerika Birləşmiş Ştatlarının Maryland Universitetində belə sərgi təşkil etmişdi və bu işlərin bütün dünyaya yayılmasına çalışırdı. Çox da bəyənilirdi, onu da qeyd edim. Tikmələrin tablo şəklində nümayiş etdirilməsi və işlənməsi. Bir də Mehriban xanım, həmçinin xaricdən bilirsiniz ki, Azərbaycana da qonaqlar gəlir və həmçinin bugün Azərbaycanda hansısa bir məkan varmı ki, yəni siz orada öz hazırladığınız bu əl işlərinizi göstərə bilərsiniz, yəni nümayiş etdirə bilərsiniz? Hal-hazırda mən ev şəraitində işləyirəm və kiçik bir məktəb var, orada uşaqlarla məşğul oluram, rəsm dərsi verirəm. İnanıram ki, bu uşaqların içərisində də gələcəkdə tikməyə maraq göstərən və tikmə ilə məşğul olanlar da olacaq inşallah. İnşallah. Mehriban xanım, biz gəlin başlayaq, çünki xanımlarımız üçün daha maraqlı olan bu əl işləridir ki, biraz onları məlumatlandıraq inşallah. Boğçalardan danışardıq və bu boğçalar nə üçündür, necə hazırlayırsınız? Yəni tamamilə özünüzmü bunu hazırlayırsınız, yoxsa kimsə kömək edir sizə? Hal-hazırda burada ancaq boğçalar nümayiş olunur, amma ancaq onu qeyd edeyim ki, onun bir zəhmət olmasa mənə verərdiniz. Tikmələrin tətbiq sahələri çox genişdir. Yəni ta qədimdən də indiyə qədər balınc üzlərində, mütəkkə üzlərində, pərdə üzlərində, süfrələrdə bir çox növlü tikmələrimizin əksəriyyətindən istifadə olunaraq xanımlar öz əlləri ilə müxtəlif pul qabı, daraq qabı, ətir qabı və sair əşyaları bəzəmişlər. Hətta məsələn dərzi əgər öz çox hörmət edirdisə öz sənətinə, onun xüsusi qayçı qabıları olurdu ki, üzəri naxışlarla işlənilirdi. Bunların tikilməsi yəqin ki, iynə ilə tikirsiniz də, belə deyək. Bunun sözün yəqin bir iynəsi var ki, bunu hazırlayırsınız. Hər tikmənin özünün materialı, öz iynəsi, öz texnikası, həm də öz naxışları var. Yəni bunlar bir-birindən tamamilə fərqlənir. Bəzən bunlar eyniləşdirilir, amma çox fərqlidir. Məsələn, təkalduz tikmə yun, mahut kimi ağır parçaların üzərində işlənilib. Ta qədimdən də elə indidən. İpək parçaların üzərində işləmək olarmı? Atlas, ipək? Atlas və ipək parçanın üzərində başqa tikmələrimiz, məsələn, güləbətin işlənilə bilər, doldurma tikmə işlənilə bilər. Yəni qətiyyən təkalduz işləmək olmazmı? Yox, təkalduzun öz parçası daha ağır parçaların üzərində daha gözəl görünür. Yəni hər tikməni qədimlərdə yəni bu cür işlənilib və nənələrimiz onu yəqin ki, sınaqdan keçirərək
müəyyənləşdiriblər ki, ağır parçaların üzərində təkəldüz daha gözəl dayanır, daha gözəl. Bir də kətan parça var. Çünki kətan parçanın üzərində çox ağır da olmasa, amma bu xüsusi deyərdim ki, bəlkə təkəldüz düzülüşü də tikilməsi onun üzərində daha gözəl görünər. Mən belə düşünürəm. Bilmirəm nə dərəcədə olur. Çünki təkan parça o qədər də atlas kimi sürüşkən olmaz, amma yüngül bir parçadır. Mən indi aydınlıq gətirim. Kətan parça üzərində bizim qədimlərdə də tikmələrimiz olub və kətandan xüsusilə süfrələr hazırlanıb. Süfrə tikişi kimi, süfrə duzi adı ilə də tanınan bir tikiş növümüz olub ki, bu sonradan xristian millətlər tərəfindən öyrənilib və o tikmə oralarda daha çox məşhur olub. Sonradan bizə qayıtdıqda bizi indi hal-hazırda xanımlarımız xaçvari tikmə adı ilə bunu tanıyırlar. Əslində isə bu sanama tikmə və yaxud sayma tikməmizdir, bizim qədim tikməmizdir. Və bu sanama, sayma tikmə ilə hazırlanan nümunələr hətta arxeoloji qazıntılarda da Azərbaycan ərazisində Xarabagilan qazıntılarında tapılmışdır. Orada kişi və qadın geyimlərinin kənarında ağ kətandan tikilib, onun kənarında qırmızı rəngli sanama, sayma tikmə ilə naxışlar salınıb ki, parça çürüsə də hətta o saplar ipək olduğuna görə üzərində qalıb, tikmə nümunəsi saxlanılıb. Bəli. Və kətan parçanı əsasən süfrələr hazırlanıb, sanama tikmə ilə işlənilib, ipək və o da kətan, pambıq saplarla işlənilib, süfrə dozi, sanama, sayma adı ilə adlanır. Yəni, kətan parçanın üzərində o tikmə daha gözəl görsənir. Mehrimə xanım, mən sizin geyindiyiniz bu paltara da baxdım. Doğrudan da butaların, xüsusi bir naxışlar gördüm. Maraqlıdır ki, bunu da özünüz hazırlamışsınız yəqin ki. Butalar haqqında danışardı. Yəni, butalar təkəldüz bildiyimiz kimi digər tikmələrdə daha çox istifadə olunur. Yəqin təkəldüzə də istifadə olunur. Butalar haqqında danışın. Niyə məhz hər zaman bu tikmələrdə butalardan istifadə olunur? Butalar bizim həm də xalçalarımızda da çox işlənən elementlərdən biridir. Qeyd edim ki, xalqımızın ən çox sevdiyi elementlərdən biridir ki, onu həm xalçada, həm tikmədə, hətta metal döymə işlərində, taxta üzərində naxışlarda da əks etdiriblər. Hər naxışın da özünün xüsusi yozumu var, mənası var. Qədimdə o əşyaları bəzəyərkən onlara xüsusi mənalar veriblər bu naxışlar vasitəsilə. Hər naxışın özünün daşıdığı müəyyən simvolik mənalar var. Butanı daha çox diqqət elədikdə butaya, onu qadına daha çox bənzədirlər və ona görə də xanımlarımız tikmə ilə daha çox məşğul olduğuna görə üzərini bəzəyəndə butalardan daha çox istifadə ediblər. Buna görə də tikmələrdə üstünlük təşkil edir butalar. Bəli, hətta mən internet səhifələrində, sosial şəbəkələrdə rastlaşdım. Bugün baxırdım tikmə ilə, əl işlərlə bağlı və orada belə bir məlumat gördüm buta ilə bağlı ki, hər hansı bir insan, tutaq ki, belə deyək, yuxusunda buta görərsə, o səhərsi gün hansısa bir xoş hadisə ilə qarşılaşar. Yəni, hətta folklorumuzda da buta öz şifahi xalq ədəbiyyatında geniş ünsürlərdəndir, bəli. Bir də maraqlıdır ki, hər hansı bir, belə deyək də, tikmə ilə məşğul olan insan həm də rəssam olmalıdır. Çünki öncə də qeyd etdik ki, Rəssamlar İttifaqının üzvüsüz və maraqlıdır ki, rəssamlıq olmadan bu peşəni davam etdirmək olarmı? Bu peşə ilə məşğul olmaq olarmı, yoxsa necə? Mən qeyd edeyim ki, bizim qədimdə işləyən nənələrimizin rəssamlıq təhsili olmayıb, amma doğrudur, bəli. Onların hamısının müəyyən dünya görüşü, təbiətlə ünsiyyəti olduğuna görə onların duyumları da bizdən çox fərqli olub. Anamın tələbələri arasında da öyrənməyi, o zaman çox az maraq vardı tikmələrə. Anam çalışırdı ki, qadınlarda, xanımlarda meyil yaratsın tikmələrlə məşğul olmağa. Ona görə də hər müraciət edən insanda bu tikmələri aşılamağa çalışıb. Onların əlbəttə ki, rəssamlıq təhsili əksəriyyətininki yox idi. Ona görə də alınan, amma onu qeyd edim ki, alınan nəticələr də fərqli olur. Yəni, bir rəssamın tikmə işləməsi ilə bu sahəni daha az bilən birisinin işlədiyi tikmə arasında fərq çox olur. Hətta eyni naxışı belə iki insan işləsə, hər birisində fərq. İnsanın yazdığı xətlə bir əlaqəsi var tikmələrin, onu da qeyd edeyim. Necə xəttimiz bir-birindən fərqlənir? Tikmələr də o cür fərqlənir. Belə deyək də, tutaq ki, səliqəli xətti olan bəlkə də daha gözəl səliqəli işləməlidir. Bu da aydındır, uyğundur, yoxsa necə? Çox iki insan hətta eyni sapı verib, eyni naxışı çəksəniz belə, iki insan işlədiyi iş fərqli alınır. İstər-istəməz fərqli alınır. O, mən qeyd elədiyim kimi, insanın xəttinə bənzər bir şeydir.
necə xəttimiz fərqlidir bir-birindən, tikmələr də o cür fərqli alınır. Mən bunu müşahidə etməyə görə deyirəm. Yəni anam tələbələrə eyni cür öyrətməyə çalışırdı və eyni şeyi tədris edirdi. Amma buna baxmayaraq hər xanımın işlədiyi iş fərqli alınırdı. Hətta biz məsələn üstündə qeyd olunmasa belə bilirdik ki, hansı iş kimindir. Aha, nə gözəl. Biz boğçalardan danışdıq. Mehriban xanım, bunlar nə üçündür? Yəni nədən istifadə olunur? İlk öncə təxmini vurğuladınız. İndi hal-hazırda bundan keçmişdə nədən istifadə edilir və indi nədən istifadə etmək olar? Necə istifadə etmək olar? Keçmişdə bu xanımların mən buna baxanda yadıma papağatda düşür doğrusu. Yəni o zamanlarda biz uşaq idik. Yəqin bizə baxan xanımlar, tamaşaçılarımız da xatırlayarlar. Biraz bundan böyük boğçalarımız olurdu. Müxtəlif ölçülü bəli, Novruz qabağı artıq biz onun naxışlarına göz gəzdirirdik və papaq atırdıq. Mənə o günləri xatırlatdı. İndi necə istifadə olunur? Qədimdə xanımlarımızın zərafət geyimlərini bəzəyən biraz iri ölçülü bu cür boğçalar olurdu ki, onların içərisində xanımlar daraq qabı, ətir qabısını saxlayardılar. Mən qeyd edeyim ki, belə boğçalar kişilər üçün də olub. Onlarda da tütün qabı kimi istifadə olunub. Onlar tütünü onun içində saxlayıblar və kəmərdən asıblar. Üstündəki naxışların və rənginə görə onlar daha sadə olurdu və daha monoton olurdu. Ancaq xanımlar daha rəngli alanda bilsinlər ki, bu kişi boğçasıdır, bu da xanım boğçasıdır, belə deyək də. Qeyd edeyim ki, onları hər xanım özü işləyirdi, öz əl işi olurdu. Ona görə də özləri, öz zövqlərinə uyğun, öz düşüncələrinə, geyimlərinə uyğun hazırlayırdılar. Bugün bəs necə? Bugün nə üçün istifadə olunur? Bugün isə bunu xına mərasimləri üçün istifadə olunur. İçərisinə xına və sairələr qoyulur. Novruzda da Novruz payı qoymaq olar. Yəni bu cür belə də yəqin ki, maraqlıdır ki, bugün məişətimizi daxil edə bilərik müxtəlif məqsədlərlə. Aha, bəli. Yəqin ki, bu cür xanımlarımız bizə baxır və sizə də yəqin ki, sifariş edənlər olur bugün. Çünki Azərbaycanda artıq ehtiyac çox duyulur çünki belə boğçalara. Və həmçinin burada mən tabloları görürəm. İstərdim ki, bu tablolardan danışaq və maraqlı, mən belə deyərdim də, rəsm əsəri deyəkmi, hansısa bir təkəldüz əsərimi deyək. Yəni ki, bunu siz inşallah bizə baxan tamaşaçılarımıza və həmçinin bizə izah edəcəksiniz. Mehriban xanım, bunları necə işləmisiniz? Yəni, saplar eynidirmi, fərqlidirmi burada? Hansı parça üzərində işləmisiniz burada? Bu məxmər parça üzərində işlənmiş bir işdir. Məxmər çox sevimli, sevilən bir parçadır bu. Məxmər parça üzərində işlənmiş bir işdir və bu mövzulu tikmələrə aiddir. Burada bir at təsviri işlənilib. Saplar müxtəlif olur. Bəzən ipək olur, bəzən pambıq olur, bəzən pambıq ipək qarışığı saplar olur. Burada neçə sapdan istifadə etmiş təxminən? Bilmirəm, bu yun sap oxşayır burada deyəsən. Bəli, o qarışıq saplardır və güləbətin saplardan da istifadə olunur. Və xüsusi bir burada ulduz naxışlarımızı, bu da rəssamın, yəni çəkən insan, hazırlayan insan öz zövqünə, öz təsvirinə bağlıdır da, belə deyək. Çox gözəldir və İstədiyimiz təsviri yarada bilərik tikmələrdə. Hər hansı bir təbiəti də belə deyək, yaratmaq olar da, yəqin çəkə bilirsiniz, bu cür tikə bilirsiniz. Onu da qeyd edeyim ki, mən dediyim kimi, hər tikmənin özünün mövzusu da, naxışları da müxtəlif olduğu kimi, mövzusu da müxtəlifdir. Təkəldüz tikməklə daha çox miniatürlər və bu cür, bax, sizin əlinizdə olan kimi, miniatür tipli naxışlar daha aydın və gözəl alınır. Amma məxmərtel tikməmiz arxada göstərilən işlər kimi var ki, onlar məxmərtel tikmədə təbiət təsvirlərini qeyd elədiyimiz kimi, təbiət təsvirləri də almaq olar, rəngləri qarışdırmaq imkanımız var, portretlərlə işləmək olar. Yəni, o texnika daha çox rəssamlığın bütün o incəliklərini tətbiq eləməyə imkan verir. Bir də Mehriban xanım, maraqlıdır ki, bunları ki hazırlayırsınız, yəni sonradan tabloya, yəni belə çərçivəyə alırsınız. Amma yəqin ki, bunu ilk öncədən sizin stolun üzərində də var ki, yəqin bu cür hazırlayırsınız bunları hansısa bir... Bizim alətlərimizdir və bu cür saxnaq adlanır. Bu da saxlamaq sözündən irəli gələn bir sözdür. Yəni parçanı saxlayan iki hissədən ibarətdir. Mən çıxardım. Biz bunu elə də göstərək ki, qoy tamaşaçılarımız da ən azından görə bilsinlər. İki hissədən ibarət belə taxta halqalardır və birin üzərinə parçanı qoyuruq. Parça çəkilir və tarımlanır bunun üzərində. Təkəldüz tikmənin özünün ucu qarmağa bənzəyən öz iynəsi var. O cür iynə ilə dikilir. Məxmərtel tikmənin də özünün xüsusi iynəsi var. Məxmərtel tikmə tərs üzdən işlənilən bir tikmə növümüzdür. Tərs üzdən işlənilir, düz üzdə isə ilmələr alınır. Çox tək-tək alınır. İlk baxışda, məsələn, xanımlarımız ilk öyrənəndə deyirlər, bu heç oxşamadı. Çünki onların sayı çox olduqca naxış görünür. Bir kvadrat santimetrdə 100-120 ilmə olur.
ki, bir naxış alınsın. Və əvvəldən çəkirsiniz də bunu, səliqə ilə çəkir. Çəkmə üsulları da sonra müxtəlifdir. Məsələn, ta qədimdə gərdə adlanan bir naxış kağızları vardı. Onların üzərində çəkilirdi və deşiklər açılırdı. Həmin deşiklərdən təbaşir tozu səpilərək naxış parçaya köçürülürdü və işlənilirdi. Bu gərdələri də müxtəlif sexlərdə hazırlayırdılar və evdə xanımlara verirdilər. Ancaq hal-hazırda biz təbaşirlə və yaxud parçanın rənginə uyğun qələmlə çəkirik birbaşa parçanın üzərinə və yaxud lekallar hazırlanır. Daha rahat olur, düşünürəm. Qələmlə çəkmək daha rahat olur, daha rahat olur. Ancaq burada qabiliyyət yenə öz sözünü deyir. Müəyyən qabiliyyət lazımdır bunu eləmək üçün. Və düşünürəm ki, bizə baxan xanımlarımız üçün də maraqlı olar və onlar da inşallah bu sənətə həvəsi olan xanımlarımız bu sənətin daha gözəl olduğunu gördükdən sonra yəqin ki, davam etdirərlər. Burada meyvələrdən düşünürəm ki, bu nardır. Nardır və amma naxışlarda maraqlı da məxməri parçadır. Çünki artıq mən parçadan tanıyıram ki, rəngindən və məxməri bir parçadır. Burada nə hansı saplardan istifadə etmişsiniz? Və narın naxışlarında da bir fərqlilik görürük. Yəni, narın daima içində dənələr olduğu bir halda burada biz gül də görürük. Biraz buna izah gətirərdik. Nar çiçəyi təsvir olunub içərisində. Mən qeyd edeyim ki, bu narın ilk nümunəsini mənim anam hazırlamışdı. Sonradan onun tələbələri də elə, mən də bu mövzuya müraciət eləmişik. Çox maraqlı mövzudur. Narı Qafqaza bənzətmişik burada. Yəni, 3 Qafqaz Respublikasını nar şəklində burada təsvir edib. Hər birisinin içərisində də özünə məxsus müxtəlif naxışlarla işlənilib. Birliyi, ümumiyyətlə, nar birliyi, hökmranlığı, hakimiyyəti təsvir edən bir simvol kimi bir çox naxışlarımızda da, qədim tikmələrimizdə də var. Deyirlər, şahlar başlarına tacı nara bənzədərək qoyublar. Yəni, o hakimiyyəti təmsil edir. Şəki Xan Sarayının divar təsvirlərində də nar təsvirləri üstünlük təşkil edir. Və narın içərisində o xırda dənələrin olması isə birliyə bir işarədir və onu göstərir ki, birlik olan yerdə hakimiyyət də möhkəm olar. Yəni, nar onun simvoludur. Burada həmçinin balaca gəlinciklər də var ki, doğrudan da mənim uşaqlıq illərimi xatırlatdı. Sanki mənim o dövrdə, belə deyərdə, pambıqdan, parçadan, qaş-göz çəkdiyim gəlincikləri xatırlatdı. Bugün maraqlıdır ki, Mehriban xanım, sizə müraciət edən xanımlar varmı? Xüsusi belə gəlinciklər hazırlayasınız, onlara verəsiniz və ya da həvəskar xanımlar varmı ki, özləri düzəltmək istəsin və sizin yanınıza gəlsinlər? Mənim tələbələrimin işi də qeyd edeyim ki, bu var. Balacadırlar, yoxsa neçə yaşları var? 11-12 yaşlı gənc qızlardır. Onlar həvəslərinə görə müraciət elədilər ki, biz gəlincik hazırlamaq istəyirik. Siz qeyd elədiyimiz kimi parça və pambıqdan ibarətdir bu kuklalar. Heç bir orada süni material istifadə olunmuyor. Ancaq parça, pambıq və saplardan ibarət hazırlanmış bir özləri üçün gəlinciklərdir. Doğrudan çox gözəl görünür, həqiqətən də. Həm yüngüldür və mən onu gətirdikdə götürdüm və doğrudan çox yüngüldür və rahatdır. Həm də ekoloji təmizdir. Yəni, orada kimyəvi heç bir qatqı yoxdur. Uşaq istədiyi qədər oynada bilər. Bir də Mehriban xanım, burada bir kitab da var ki, bu Arifə xanım Məmmədovanın sənət nümunələridir ki, çox gözəl bir kitabdır. Həqiqətən burada naxışlarla, xüsusi bir naxışlar var. Yəqin bunlar hamısı təkəlduzun naxışlarıdır. Və müxtəlif naxışlar var ki, burada gül naxışları belə var. Hətta belə toxumalar da var ki, boyunbağlar deyərik də bunları. Onlar tikməklə işlənmiş müxtəlif əşyalardır. Üzərlik qabıdır. Məsələn, bax, üzərlik qabının üzərində orada üzərliyə bənzəyən naxışlar işlənilib. Hətta bunu belə deyərim ki, boyundan da asmaq üçün, xüsusi belə içinə qoyub boyundan asılmışlar. Duaların asılması üçün məncə daha məsləhətlidir və burada bir çox şəkillər var ki, mənim diqqətimi çəkdi. Bunlar hamısı təkəlduzdur və insanların rəsmləri burada tikilmədir hamısı bunlar. Yəqin ki, əvvəl çəkilib, sonra tikilib də. O iş, indi göstərdiyiniz iş İmam Hüseyin əleyhissalama həsr olunmuş bir işdir. Döyüş səhnəsini. Yəqin ki, bu Kərbəla hadisəsini ifadə edən bir işdir və o döyüş səhnəsini təsvir etməyə çalışıb. Çox gözəl. Hətta təkəlduzda bu kimi işlər də olur. Müxtəlif mövzulara müraciət edib. Çox gözəl. Burada da yenə həmçinin butalardır. Bunlar Şəki Xan Sarayının divar təsvirlərindən götürülmüş bir işlərdir. Onların tikmədə təsvirini yaradıb. Bu da çox
çox sevilən işlərdən biridir. Hətta belə deyərdim ki, tutaq ki, hansısa bir rəsmi, hansısa bir təsviri köçürtmək doğrudan da çətindir. Bizə sadə gələ bilər. Onu rəssam daha rahat çəkə bilər. Nəinki, belə deyək də, təkalduzla onu toxumaq. İki qat baş verir, iki qatlıq baş verir də. Rəssam onu rənglərlə hazırdır, amma təkalduzda toxuma yox, tikmələrlə baş verir. Mehriban xanım, bir də burada daha çox sizin yanınızda olan təsvir də mənim üçün maraqlıdır. Orada nədən söhbət açmışsınız, onu necə hazırlamışsınız? Onda sırf belə bu cür ilk öncədən hazır düzəltmişsiniz. Burada da təkalduz tikmədə ipək saplarla işlənilib. Xosrov və Şirin miniatürləri əsasında Sultan Məhəmmədin miniatür eskizi əsasında hazırlanmış bir işdir. Və bu da, yəni, siz qeyd elədiyiniz kimi, həm çəkmək qabiliyyəti tələb olunur, miniatürün özünün yaradılması burada bir məsələdirsə, ikinci bir işdə həmən miniatürün tikmədə icrasıdır. Yəni, burada bir neçə məsələ həll olunaraq tikmədə miniatür yaradılmışdır və bu da maraqlı işlərdən biri. Çox maraqlıdır ki, rənglər, saplar burada bu təsvirdə tez-tez dəyişib. Bu insan gözünə zərər deyil, yoxsa insan ruhunu aramlaşdırır? Sizə necə təsir bağışlayır? Yəni, bu işi, bu rəsmi, belə deyərdik də, bu təkaldüzü hazırladığınız zaman sizdə yorğunluq olurmu? Yoxsa bunu neçə müddətə hazırlayırsınız? Əksinə, insan yorğunluğunu tamamilə götürür, stressdən tamam uzaqlaşdırır. Çox rahatladıcı bir işdir. Rənglərin o çoxluğu isə daha da gözlərə xoşdur. Hətta qeyd edirlər ki, nənələrimizin toxuduğu rəngli xalçaların üzərində oynayan uşaqların görmə qabiliyyəti bu adi, sönük bu həyatımızda böyüyən uşaqlardan daha çox olub. Onların görmə qabiliyyətini daha dəqiqləşdirməsində çox mühüm rolu var, naxışlarla işləməyin. Ona görə mən uşaqlarla işləməyi çox xoşlayıram ki, onların o düşüncəsini, qavramasını dəyişdirmək olur. Onların rəng duyumunu dəyişdirmək maraqlıdır. Doğrudur. Onların gözündə yeni bir aləm açılır. Bu rənglərlə, rəng uyumu ilə, rənglərin müxtəlifliyi ilə, onların həmahəngliyini yaratmağa çalışdıqca yeni dünyalarla tanış olurlar. Çox maraqlı bir işdir, həm də rahatladıcı bir işdir. Doğrudan elə maraqlı vurğuladınız həmahəngliyi. Çünki burada təsvirdə də baxıram ki, müxtəlif rənglər var. Bəlkə deyərdim ki, burada bir çox rənglər var. Mən orada yaşıl görürəm, sarı görürəm, qırmızı görürəm, göy görürəm, mavi görürəm. Hərəsinin də demək ki, açıq və tünd rənglərini görürəm. Bunları bu cür işləmək doğrudan böyük bir, necə deyərəm, fərasət istəyir, böyük bir güc istəyir, böyük bir ağıl istəyir. Əlbəttə ki, mən sizə uğurlar arzulayıram. Doğrudan da maraqlı bir peşədir, maraqlı bir sahədir. Amma çətin də olsa, sevimli bir sahədir. Bəli, əlbəttə. Bir də Mehriban xanım, bizim İncə Saat verilişində davam edəcək söhbətimizə. Amma əlbəttə ki, İncə Saat verilişinin qısa reklam dəqiqələri var. Gəlin birlikdə reklam dəqiqələrimizi izləyək. Daha sonra yenidən studiyamız olacaq və əlbəttə ki, xanımlarımızı bir daha ekran qarşısına dəvət edirik ki, yaxın əyləşsinlər. Bax, beləcə təkaldüz sənəti ilə, təkaldüz peşəsi ilə də bir daha İncə Saat verilişindən tanış olsunlar. 2006-cı ildən fəaliyyətə başlayan Zirvə İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. Azərbaycan Ağır Atletika Federasiyasının şəksiz lideri olan Zirvə İdman Klubu qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur. 2013-cü ildə klubun ağırlıq qaldıranları beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlər bu qələbələrlə yanaşı 7 rekordu da təzələyərək adlarını tarixə yazdıra biliblər. Klubumuzun mərkəzi bazası Xırdalan şəhərində ərazisi 12 hektar olmaqla 50 min kvadrat metr qapalı sahəyə malik möhtəşəm AF Park yaşayış kompleksidir. Klubumuzun prezidenti sabiq ağır atlet 1996-cı il Atlanta Olimpiyadasının iştirakçısı Tofiq Heydərovdur. AF Park yaşayış kompleksində genişliyi ilə heyrətləndirən, rahatlığı ilə valeh edən 3, 5, 7 mərtəbəli evlərdə münasib qiymət və çoxillik faizsiz kreditlə müxtəlif otaqlı mənzillər, uşaq bağçası, lisey və ictimai obyektlərin orijinal memarlıq həllindən zövq alın, sağlam həyat tərzindən faydalanın. Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167.
Reklam dəqiqələrindən sonra yenidən İncə Saat verilişində efirdəyik hörmətli tamaşaçılar və gördüyünüz kimi qonağımız təkaldüz ustası, tikməci rəssam Mehriban xanım Xəlilzadədir. Mehriban xanım, söhbətimizə davam edək. Çünki ilk öncə də söhbət etdik ki, təkaldüz sənətində toxunma işləri yoxdur. Amma mən burada boğçaların, belə deyərdik də, qulpu mu deyək, iplərinə baxdıqda sanki orada toxuma işləri də görürəm. Yəqin ki, bu da əlavə olaraq təkaldüz sənətinə daxil edilmişdir. Biz çalışırıq ki, hazırladığımız hər bir məmulatın bütün hissələrini özümüz hazırlayaq. Qupların da alınma yox, toxunma, yəni hörülmə bir iplərdən eləyək. Yəni müxtəlif cür olur. Rənginə uyğun olaraq saplardan hörülmə üsulu ilə iplər də hazırlanır bu əşyalar üçün. Bəli. Belə deyərdik ki, boğçanın üzərində xüsusi balaca muncuqlar da görürəm. Yəni bizdə buna muncuqlar deyirlər. Və bunların düzülüşü, hazırlanması, belə deyək, rənglərin seçilməsi sırf şəxsən sizin özünüzə aid. Yəni, bütün bu işlərin görülməsində özünüz fərdi olaraq bunların hamısını özünüz edirsiniz. Bugün tələbələriniz var deyirsə, tələbələriniz necə? Bu işi necə götürürlər, qəbul edirlər? Onlara çətin deyil ki? Yaşları kiçik olduğuna görə tikmələri hələ onlar üçün biraz çətindir. İnşallah onlar böyüdükcə də məşğul olduqca, yəni öyrəndikcə daha çox şey biləcəklər və İnanıram ki, gələcəkdə davam etdirəcəklər. Qızım da öyrənir inşallah. Sənətimiz ölməz, yəqin davam etdirərlər. Əlbət ki, gözəl sənət heç vaxt ölmür, daima göz önündə qalır, daima insanlar sevir. Mehriban xanım, maraqlıdır ki, bugün tələbat necədir? Yəni, bizim öz ölkəmizdən, yəni Azərbaycan ölkəsindən danışır. Əlbəttə, mən içəri şəhərə daxil olduğum zaman təkaldüz deyilən, belə deyək, bu sənətlə, bu xüsusi tikmələrlə olan əl işləri görmüşəm. Amma sırf adının təkaldüz olduğunu bilmirdim. Yəni, mən də bugün İncə Saat verilişində mənə məlum oldu. Bugün necə, tələbat necədir? Yəni, tələbat varmı təkaldüz sənətinə, təkaldüz peşəsinə? Bu tikmə qeyd edeyim ki, qədimdə məişətimizin bütün sahələrinə tətbiq olunmağına baxmayaraq tikmələr hal-hazırda nisbətən sıxışdırılıb, daha çox fabrik üsulu ilə hazırlanmış məmulatlardan istifadə edədiyimizə görə ona görə də tablolar daha çox diqqəti cəlb edir. Yəni, evlərin bəzənməsində daha çox hal-hazırda tablolar üstünlük təşkil edir. Ona görə də bu tipli işlərə meyil, maraq çox olur. Ancaq məişət əşyalarının üzərində də tikmələrin işlənməsi, xüsusi geyimlərin üzərində tikmələrin işlənməsi çox maraqlı sahələrdən biridir və gələcəkdə inkişafı ola biləcək bir sahədir. İnşallah da olar. Və həmçində ilk öncə danışdığımız zaman da vurğuladınız ki, doğrudan da insan ruhuna aramlıq bəxş edir. Rənglər qarışıq olsa da, xüsusi zövqlə işləndiyinə görə mən şəxsən baxdıqca mənə ruhuma aramlıq bəxş edir, yəni sakitləşirəm. Və bu, belə deyək, məxməri parça üzərində olan bu tikmələr, təkaldüz tikmələri yularkən, belə deyək, daha çox, yəqin ki, illər keçdikdə hər hansı bir xanım, hansısa bir il, belə deyək, 5 ildən bir, neçə ildən bir yumaq alır. Ümumiyyətlə, yumaq lazım deyil bunları. Tablo şəklində olan işləri, məsələn, şüşə altında qorumaqla saxlamaq olur. Çünki mən süfrəni gördüyümə görə, ona görə digər əşyaları, məişət əşyalarını, əlbəttə, bütün məişət əşyaları kimi yumaq da olur. Hətta illərlə, qədimlərlə qalan əşyalarımız var ki, onlar nənələrimiz illərlə yuyublar, təmizləyiblər. Heç bir dəyişikliyə məruz qalmır. Çünki əllə tikilmiş olur. Və xüsusi bir qaydası varmı? Məsələn, tutaq ki, belə deyək də, kəlağayını məsələn yuduqda deyirlər ki, məsələn, sərin suda və yaxud da ki, illıq suda yumaq lazımdır. Xüsusi parçaların da özünü yumaq suyun temperaturu var. Bəs bunları necə? Yəni, bunları yuduqda, belə deyək, hansısa bir xanım gətirdi, belə qaynar bir suyun içində bunu yudu. Yəni, bu zaman necə ola bilər? Əgər saplar təbii üsulla boyanmışdırsa, onda biraz daha ehtiyatla yanaşmaq lazımdır. Ancaq fabrik üsulu ilə boyanmış saplar elə adi məişətdə işlətdiyimiz əşyalar kimi yuyula bilər, təmizlənə bilər. Yəni, onun qeyri-adi bir xüsusi qayda yoxdur. Ancaq təbii boyanmış və təbii materiallar üzərində işlənmiş o zərif işləri biraz ehtiyatla yanaşmaq lazımdır. Belə başqa heç bir qeyri-adi bir... Bəs biz təbii və fabrikdə boyanmış saplardan danışdıq. Elə mənim özüm üçün də maraqlıdır ki, bax, mən bir xanım olaraq hardan bilim ki, bu təbii boyadır, təbii boyadan təbii bir sapdır, boyanmış sapdır, ya fabrikdə boyanmış bir sapdır. Yəni, bunun seçimi necə edə bilərəm? Hər təbii məhsul kimi təbii boyanmış sapların da rəngi çox əlvan olmur. Yəni, gözə çox çarpmır, qışqırmır. Xalçalarımızda da elədir. Yəni, çox qışqıran rənglər
çox vaxt təbii olmur. Yəni sarı köklə boyanmış sarı rəng, fabrikdə boyanmış sarı rəngdən biraz sönüklüyü ilə fərqlənir. Ancaq ona baxmayaraq çox da təmiz olur və illərlə də qalır. Nə qədər yuyulsa da, istifadə olunsa da, hətta o sapın möhkəmliyini belə artırır. Nəinki, məsələn, kimya boyalar sapı biraz zəiflədir. Amma təbii boyalar daha da qüvvətləndirir, ona görə də pozulmur illər. Bəli. Biz xalçalardan danışdıq. Mənim üçün də maraqlıdır ki, bəzən görsən, xanımlarımız evdə, evin belə deyər də, dekorunu dəyişməkdən ötürü, xüsusən yerə də və yaxud da divara bunun təkalduzdan işlənmiş xüsusi bir xalça forması nəsə hazırlayıb sərə bilərmi, yoxsa ayaq altında əziyyət verər o xüsusi tikmələr? Əksinə, evə daha da gözəllik bəxş edir. Ümumiyyətlə, xanımlarımızın öz əli ilə bəzənmiş hər hansı bir əşya, hər bir evin bəzəyidir. Və mən istəyərdim ki, hər bir xanımın evində və yaxud qardırobunda öz əli ilə işlədiyi müəyyən əşyalarmı, geyimlərmi mütləq ki olsun. Bu xanımın yəni özünün özünə məxsusluğunu vurğulamış olar. Və xanımlarımıza da məsləhət bilirəm ki, özləri üçün və yaxud qızları üçün cehizlik də olsa müəyyən əşyalar hazırlasınlar. Bu, onların həm öz nəsillərinə, öz ruhlarını ötürməsi kimi bir şeydir. Yəni, özlərinin içindən gələn o duyğuları, hissləri, o tikmələrlə işlədikcə o nəsildən nəsilə qalır və bizim də sandığımızda yəqin ki, hər birimizin ailəsində nənədən qalma müəyyən tikmə nümunələri var ki, biz onları sevə-sevə saxlayırıq. Hər bir xanımın da ömürləri də uzun olur, həmin o yadigar saxladığımız parçaların deyək, belə deyək, toxumaların, tikmələrin ömrü də uzun olur və ildən ilə də nəsildən nəsilə ötürülür. Onlar bizim üçün çox xüsusi dəyər kəsb edir və bizim də işlədiklərimiz nəvələrimiz üçün yəqin ki, o cür dəyərli olacaq. Ona görə də hər bir xanım çalışsın ki, müəyyən əşyalar hazırlasın və bunu nəsillərə ötürsün sənəti. Yadigar saxlasın. Biz nənələrimizdən danışdıq. Əlbəttə, bizim keçmiş tariximizdə, bizim yaddaşlarımızda həkk olunan bir tariximiz var ki, İslam tarixi var. Məhz bu İslam tarixində də elə bir xanımlarımız var ki, bugün onların əxlaqı, iffəti daima arzulayırıq ki, biz xanımlara da nəsib olsun. Məhz ilk öncə də verilişimizdə də vurğuladıq ki, bu xanımlardan da biri xanım Fatimə Zəhra Səlamullah əleyhadır və istərdik ki, incə saat verilişində xanım Fatimə Zəhra Səlamullah əleyhanın həyatına qısa bir baxış edək, azacıq da olsa düzdür. Onun həyatına baxış bizim incə saat verilişində yerləşməz, çünki onlar haqqında danışmaq bir dəryanın bir damlası kimidir və hörmətli tamaşaçılarımız, xanım Fatimə Zəhra Səlamullah əleyha haqqında olan sujetimizi izləyək, araşdırmamızı izləyək. Daha sonra incə saat verilişində yenidən studiyamızda olacağıq. ...2006-cı ildən fəaliyyətə başlayan Zirvə İdman Klubu Azərbaycan idmanında liderlərdən birinə çevrilib. Azərbaycan Ağır Atletika Federasiyasının şəksiz lideri olan Zirvə İdman Klubu qısa fəaliyyəti dövründə onlarla gənc və yeniyetmə Avropa və dünya çempionatlarının qalib və mükafatçılarını yetişdirməyə müvəffəq olmuşdur. 2013-cü ildə klubun ağırlıq qaldıranları beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlər bu qələbələrlə yanaşı 7 rekordu da təzələyərək adlarını tarixə yazdıra biliblər. Klubumuzun mərkəzi bazası Xırdalan şəhərində ərazisi 12 hektar olmaqla 50 min kvadrat metr qapalı sahəyə malik möhtəşəm AF Park yaşayış kompleksidir. Klubumuzun prezidenti sabiq ağır atlet 1996-cı il Atlanta Olimpiyadasının iştirakçısı Tofiq Heydərovdur. AF Park yaşayış kompleksində genişliyi ilə heyrətləndirən, rahatlığı ilə valeh edən 3, 5, 7 mərtəbəli evlərdə münasib qiymət və çoxillik faizsiz kreditlə müxtəlif otaqlı mənzillər, uşaq bağçası, lisey və ictimai obyektlərin orijinal memarlıq həllindən zövq alın, sağlam həyat tərzindən faydalanın. Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167. Müqəddəs insanların doğum və şəhadət günləri bizi daima hidayətə səsləyir. Məsumlar əbədi olaraq əsl Allah aşiqlərinin qəlbində yaşayacaq. Ürəyimizin döyüntüsü kimi bu sevgi də ruhumuzun səsidir. Həzrət Muhammed sallallahu əleyhi və səlləmin qızı Fatimə-i Zəhra Səlamullah əleyha haqqında danışmaq asan gəlməsin bizə. Sevinək bu mübarək adı dilimizə gətirə bilirik.
Onun haqqında oxunulan, eşidilən kəlmənin savabı yağış damlalarının sayını saya bilər mələklər. Amma Peyğəmbər və Ali Peyğəmbərə, onun əhl-i beytinə göndərilən salavat zikirlərinin savabını yaza bilməz. Bu hədis eyni xanım Zəhra səlamullah əleyhə haqqında danışılan mübarək kəlmələrə aid edilir. Xoş halımıza bu qədər savabı uca yaradan bizlərə nəsib edir. Savab işin ipindən yapışaraq, Fatimə-i Zəhra səlamullahi əleyhanın ömrünə nəzər saldığımız zaman, Quran-ı Kərimdə nur olan ayə və surələrdə adı çəkildiyini, aləmlərin seyyidəsi kimi tanındığının şahidi oluruq. Quran-ı Kərimdə Peyğəmbər salavatullah və əhl-i beyt haqqında harda ayələr gəlmişsə, Fatimə səlamullah əleyha o ayələrdə öz əksini tam şəkildə tapmışdı. Fatimə səlamullah əleyha Allah Taala tərəfindən pak və pakizə qərar verilənlərdəndir. Ey əhl-i beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz pak etmək istər. Xanım Fatimə salamullahi əleyha öz nəzrinə kamil şəkildə əməl edən və xalis oruç tutanlardandır. Onlar elə kimsələrdilər ki, verdikləri sözü, etdikləri nəziri yerinə yetirər və dəhşətli, aləmi bürüyəcək gündən, qiyamət günündən qorxarlar. İnsan surəsi 8-ci ayə. Nəhayət günün yandırıcı istirab dolu mövzusu, qəlblər, cismimiz, ruhumuz o məsum xanımın mənəvi ətrini duyacaq məkanını axtara-axtara, gah Mədinəyə, gah Bəqiyə, gah Kərbalaya boylanaraq, hardasan, ya Zəhra deyir. Cavabı eşidə bilənlərin xoş halına, biz isə tariximizdən gələn cavablara nəzər salaraq, xanımın mübarək qəbrinin əsl məkanının harda olması haqqında məlumat toplayaq. Bütün bu hadisələr və haqsızlıqlar səbəb olur ki, Peyğəmbər salavatullahın öz ciyərparəsi, ümmətinə tapşırıb getdiyi Fatimə-i Zəhra salamullahi əleyha öz vəsiyyətinə görə gecə, gizlin halda dəfn olunsun. Bunun da hikməti ondan ibarətdir ki, Fatimə salamullahi əleyha özündən sonraki müsəlman ümmətinə haqqında bu qədər fəzilət və məqamlar zikr olunan Peyğəmbər qızına zülm olunmasını və Əmir əl-Möminin Əli əleyhissalamın vilayəti yolunda şəhidliyini çatdırmaq istəyir. Qoy gələcəkdəki müsəlmanlar haqq ilə batili ayıra bilsinlər. Adətən tarixdə böyük şəxsiyyətləri xüsusi dəfn edirlər və hamı mərasimdə iştirak etmək istəyir. Amma Fatimə salamullahi əleyha ona və İmam Əli əleyhissalama olunan zülm və haqsızlığa görə özü vəsiyyət edir ki, ya Əli, mənə gecə qüsul ver, gecə dəfn elə və mənə zülm edənlərə dəfnimdə iştirakına və hətta sonradan da qəbrimi ziyarət etməsinə şərait yaratma. Ya Zəhra, harda olsan da Peyğəmbər ümmətinə nəzər et. Şərqə, qərbə, cənuba, şimala, hara baxsaq səni hiss edir və duyuruq. Dərdi olan dərdlilərin, Allah dərgahından gətirilən hacətlərinin cavabını səndən eşitmək istəyirik. Çünki insan və Allah arasında əhl-i beytdən gözəl vasitə ola bilməz. Xanım Zəhra salamullahi əleyha əhl-i beytin əziz gülüdür. Uca yaradan bizi əhl-i beytindən ayrı salmasın. İlahi amin. Davam edirik İncə Saat verilişində əziz tamaşaçılarımız və araşdırmamızı da izlədik. Verilişimizdə gördüyünüz kimi Mehriban xanımdır və Mehriban xanım ilk öncədə vurğuladım ki, ölkəmizə xaricdən qonaqlar gəlir və onlar bir növ hər bir insanın əl işi, belə deyək də, tutaq ki, biz içəri şəhərə daxil olduqda, Qız Qalasına daxil olduqda bizim qədimi xatırladan xüsusi sənət əsərlərini görürük və o sənət əsərlərinin daxili bizə xüsusi bir tariximizi və keçmişimizi xatırladır. Bugün təkəldüz sənətindən məşğulsuz və bu peşədə işlədiyiniz sənət işlərində, sənət hazırladığınız bu əl işlərində hansısa tariximizin, çünki kitabda vurğuladıq İmam Hüseyin əleyhissalamın Kərbala hadisəsini gördüm orada. Və maraqlıdır ki, daha başqa hansı tarixi əsərlərimizi, tariximizi sırf təkəldüz yaddaşlarında nümunə edirsiniz, yəni cəmaata göstərirsiniz. Bu mövzuya anam daha çox müraciət edib. O, Qarabağ mövzusuna müraciət edib və Qarabağın bütün tarixi abidələrini bir əsərdə birləşdirib və bu cür bir tikmə yaratmışdı.
və hətta deyirdi ki, gənc nəsil o abidələri görməyiblər. Heç olmasa bu tikmə nümunəsində tanış olsunlar və unutmasınlar ki, bizim muzeylərimiz orada qalıb, bizim qalalarımız, məscidlərimiz qalıb orada və onları bir tabloda yığıb nümayiş etdirirdi və bir çox sərgilərə də aparmışdı. Və ikinci belə bir işi də Şəki mövzusundaydı. Şəkinin bütün tarixi abidələrini bir tabloda toplamışdı. Bu da çox maraqlı işlərdən biri idi. Mən qeyd edeyim ki, arxitektorların belə diqqətini cəlb eləmişdi ki, siz o qədər tarixi abidəni necə bir tabloda toplamısınız. Çox maraqlı bir işdir. Doğrudan da maraqlı tərəfi də budur ki, bir balaca hissə tutaq ki, o əsərdə, məsələn, mən həm rəssamlıq əsəri deyirəm, çünki doğrudan da bu əsərə oxşur həqiqətən, çünki orada müxtəlif mənalar kəsb edir. Nə olsun ki, məsələn, balaca da kiçik də olsa, amma müxtəlif bir mənalar kəsb edir. Həqiqətən də bu tərəfi daha çox maraqlıdır. Allah ananıza rəhmət eləsin, qəbri nurla olsun. Əlbəttə ki, bugün dünyadan köçsə də, lakin onun gördüyü işlər insanlar tərəfindən sevilir və ələxüsusda ki, tariximizi yaşadır. Bu əsas məsələlərdən biridir. Bəs ailədə kimsə dəstək olur hal-hazırda, kimsə kömək edir. Bəzən xanımlarımız belə deyək də, yoldaşlarına xidmət etməlidir. Amma bəzən də sənətini sevdiyindən sənətinə daha çox vaxt ayıra bilmir. Sevsə də vaxt ayıra bilmir. Bu da ki, ailədə uşaq var, yoldaş var. Bunlara da qulluq etmək lazımdır. Bugün sizdə necədir? Kimsə dəstək olur, kimsə kömək edir. Hər xanımın özünün vəzifələri də var və bizim də ailəmizdə çox sağ olsun, yoldaşım həmişə dəstək olur mənə daha çox. Nə gözəl. Bütün işlərimdə, yəni dəstəksiz, köməksiz bir insanın görə biləcəyi işlər deyil. Mütləq ki, ailənin dəstəyi vacibdir və həm nümayiş etdirilməsində, həm müxtəlif yerlərə daşınmasında, hər bir sahədə mənə hər işdə kömək olurlar. Mən də çalışıram ki, əlbəttə ki, ailə birinci növbədədir, öz borcumu yerinə yetirim. Və bütün işlərin öhdəsindən, yəni köməkçim yoxdur, hər işi özüm görürəm. Həm ailəyə diqqət edirəm, həm tələbələrlə, uşaqlarla məşğulam, həm də tikmələri bacardığım qədər həm yaşadıram, həm də inkişaf etdirirəm. Yəni yeni axtarışlar da birgə aparırıq. Yoldaşım da yəni bu sahədə də mənə yardım edir. Yeni axtarışlar, yeni üsullar, yeni texnikalar, yeni materiallarla işləməyə çalışırıq. Qeyd edeyim ki, burada məxmərtər tikmə arxada nümayiş olunur və burada olunan yeniliklərdən biri də yaruslu, yəni müxtəlif hündürlüklü tikmənin yaradılmasıdır. Orada şərq ulduzu naxışının hündürlüyü müxtəlifdir. Yəni fon orada aşağı səviyyədədir, ulduz isə daha qabarıq səviyyədədir və bu tikmədə olunan bir yenilikdir. Sanki toxumaya da oxşur. Mən ilk öncə baxdıqda o toxuma, tikməyə düşündüm ki, üzərində nəsə toxuma var, amma burada heç bir toxuma yoxdur, yalnız tikmələrdir. O atlas parça üzərinə ipək qarışıq sapla işlənmiş bir tikmədir və bu xovludur. Yəni xovun hündürlüyü isə daha çox barelyef tiplidir. Yəni ulduz orada qabardılmış şəkildədir. Bu çox yeni bir işdir. Yəni tikmədə belə bir müxtəlif hündürlüklü iş birinci dəfə bu tikmədə nümayiş etdirilir. Mən sual verdim sizə, o xalçanın sərilməsi. Düşünürəm ki, bu cür formada olanda daha gözəl xalça formasını istifadə etmək olar. Mən belə düşünürəm. Bu çox zərif işlərdir əslində. Onları xalça kimi yerə salmağı yəqin xanımlar çox düşünərlər bu barədə. Xüsusilə öz əl işləri olarsa, inanmıram ki, kimsə yerə salar. Çünki çox zərif işlərdir. Həm də ipək sapla işləndiyinə görə çox zərif və nazik olur. Yerə daha çox qalın əşyalar salırıq. Bəli. Həm də ki, belə deyək də, düşünürəm ki, bunu mənə maraqlıdır ki, tutaq ki, bu məxməri tikməni deyirsiniz. Bunu nə qədər vaxta siz hazırlanmışsınız? Nə qədər müddətinizi alıb? Çox uzun zaman işlənilir. Əvvəlcə eskiz hazırlanır və eskizə də müəyyən müddət zaman sərf olunur. Ancaq tikmə işinə başlandıqdan sonra 4 aya bu şərq ulduzu və buta ölçülü bir iş yaratmaq mümkün olur. Sıxlıq çoxdur və o naxışların dəqiq alınması üçün sıxlığın olması vacibdir. Və o sıxlığı əldə eləmək üçün isə aylarla zəhmət çəkmək lazımdır. Tez başa gəlmir. 4 ay ərzində uzun müddət zəhmətin nəticəsində yaranır. Elə doğrudan da sözümüzə dəstək olur bu cümləmiz. Çünki niyə görə? Xanım 4 ay əziyyət çəksin və bunu işləsin, tiksin və sonra da onu ayaq altına səmir. Doğrudan da yaxşı olmaz. Amma divara, xüsusi belə deyək də, divardan asmaq daha gözəl görünər və onun qiyməti də yaxşı olar.
Qiymətləri maraqlıdır mənim üçün. Tutaq ki, belə deyək, bir müştəri olaraq bu məxməri tikməni almaq istəyir, hansısa bir müştəri. Neçəyə başa gələr? Yəni, düzdür, bu əziyyətin müqabilində ona qiymət qoymaq çətindir. Amma sizin dilinizdən eşitmək istəyirəm ki, yəni təxmini neçə olar? Mən üçün ümumiyyətlə qiymətləndirmək çox çətindir. Mən bu işlərlə demək olar ki, məşğul olmuram. Qiymətləndirmirəm heç bir işimi, hər hansı bir qiymətlə. Və onları əsasən sənət nümunəsi kimi işləyirəm və sərgilərə nümayiş etdirmək üçün hazırlanır. Bəli, amma bir xanım da belə deyək də, bir ailə bunu alıb öz evindən asarsa, mən belə düşünürəm ki, ən azından o ailədə o tariximiz canlanar. Ən azından orada olan uşaqlar, körpələr o rəsmə baxdıqda tariximizi xatırlayarlar. Müasir interyerə uyğunlaşdırılmış şəkildə hazırlana bilər bu cür işlər. Və hər interyerə uyğun sifarişlər məsələn olarsa o cür işləmək mümkündür. Hər xanımın öz zövqünə, o ailənin mühitinə və onların interyerinə uyğun bu cür işlər hazırlanması mümkündür. Bu da yəni qiymətə gəldikdə isə yəni bu ölçüdən, materialdan, ona sərf olunan zamandan və mürəkkəbliyindən asılı olaraq yəni qiymət qoyula bilər işə. Daha sadə naxışla, məsələn, daha az zamanda daha yüngül qiymətdə bir işi hazırlamaq mümkündürsə, daha uzun zamanda hazırlanan işin əlbəttə ki, qiyməti daha baha olur. Bəli. Bəs ailədə necə? Kimlərsə varmı? Uşaqlar var sizə? Bəli. Davam edən, həvəskar olan varmı sizdən başqa? Bir qızım, bir oğlum var. Qızım inşallah memarlıqla məşğul olmağa gələcəkdə planlaşdırır. İnşallah. Ancaq buna baxmayaraq sənəti də öyrənir. İnanıram ki, gələcəkdə davam elətdirəcək və bu sənəti ümumiyyətlə həm tələbələrim, həm qızım yaşadıb gələcək nəsillərə ötürülməsinə mən əlimdən gələn hər şeyi eləyəcəm bunun üçün. Düşünürük ki, övladlarınız da bunu ən azından davam edə bilər. Onlar da etməsələr, tələbələriniz inşallah bunu davam edər. İnşallah. Hər halda kimlər ki, bunu davam edir, biz uğurlar arzuluyuruq. Çox sağ olun. Və Mehriban xanım, sizə də öz təşəkkürünüzü bildirir, bizim qonağımız oldunuz. Doğrudan da xanımlarımız üçün maraqlı bir mövzuya, maraqlı bir məqama toxunduq. Minnətdarıq, təşəkkür edirik. Bax, beləcə, hörmətli tamaşaçılarımız, gördüyünüz kimi İncə Saat verilişində bugün təkalduz sənətindən, peşəsindən danışdıq və sizin kimi elə mən Zeynəb də bugün təkalduz sənəti ilə tanış oldum və düşünürəm ki, bundan sonra bizim qədim şəhərimiz olan İçəri şəhərdə addımladığım zaman təkalduz sənətindən olan əl işlərini tanımağı bugün öyrəndim ki, bu təkalduz sənətidir, bu digər bir sənətdir. Və sizlərə də hörmətli tamaşaçılarımız, xanımlarımız arzu edərdim ki, əl işlərinə məşğul olmaq evdar xanımlarımız üçün daha gözəldir. Çünki evdə doğrudan da vurguladığımız kimi hər bir xanımın öz əl işi olması daha gözəl görünər. Sizlərə sonda yenə də həmişə olduğu kimi Allah amanda deyirik və özünüzdən müğayət olun.